Salam, xoş gördük yeni TV-nin dəyərli izləyiciləri. Bugünkü yayımda olduqca maraqlı bir mövzu ətrafında söhbət aparacağıq. Belə ki, yaxın şərqdə gərginliyin Cənubi Qafqaza mümkün təsirləri barədə danışacağıq. Həm söhbətim Milli Məclisin deputatı Bəhruz Məhərrəmovdur. Bəhruz xoş gördük sizi. Hər vaxtınız xeyir olsun. Yayımıza. Bəhruz əslində bu mövzuya müraciət etməyimizin səbəblərindən biri də bugün, artıq ötən gün daha doğrusu, bugün yayılan informasyada Prezident İlham Əliyev Almaniya Federal Respublikası kansleri Friedrich Merzlə telefon danışığı idi və bu telefon danışığına diqqət çəkən cümlələrdən biri təbii ki, Cənubi Qafqaz regionuna yaxın şərqdə qarşı durmanın o vəziyyətin Cənubi Qafqaz regionuna mümkün təsirləri barədə fikirlərin olması idi. Elə mən də sualı belə ünvanlamaq istəyirəm. Yaxın şərqdəki gərginlik Cənubi Qafqaza mümkün təsirləri nələr ola bilər, nədir? Təşəkkür edirəm. Əvvəlcə ondan başlayaq ki, müasir dövrdə xüsusən münaqişələrin hibrid xarakteri aldığı bir periodu nəzərə alsaq, əlbəttə, baş verən proseslərin əlaqəli şəkildə regionun digər dövlətlərinə, regionun digər coğrafiyalarına təsirsiz ötüşəcəyini demək sadəlövhlük olar. Əlbəttə, yaxın şərqdə baş verən münaqişə, eyni zamanda hətta şimalımızda baş verən münaqişə, bu təbii ki, Cənubi Qafqazda sosial, iqtisadi, siyasi duruma bir mənalı şəkildə təsirini göstərir. Lakin məsələ ondan ibarətdir ki, Azərbaycan prezidentinin zamanında çox qətiyyətli davranışı, eyni zamanda atılan addımlar, həyata keçirilən layihələr, həmçinin atılan bir daha xüsusi vurğulayıram, siyasi xarakterli addımlar Cənubi Qafqazı nisbətən bu prosesləri daha yüngül ötürməsi üçün ciddi əsaslar yaradır. Məsələn, eyni zamanda həm də Azərbaycan prezidentinin zamanında reallaşdırdığı layihələr əslində Avropanın özü üçün bugün nəfəsliyə çevrilir. Bilirsiniz ki, İranla İsrail və Amerika Birləşmiş Ştatları arasında başlayan münaqişə artıq qeyri-müəyyənlik bir bataqlığa çevrilməkdədir və eyni zamanda təhlükəli tərəfi həm də ondan ibarətdir ki, bu münaqişədə eyni zamanda liderlər tədricən aradan qalxır və danışıq aparacaq, dialoq quracaq kəsim təbəqə artıq demək olar ki, yoxa çıxır. Həmçinin müharibənin özünün hibrid xarakteri daşıması proseslərin gedişatını daha da ağırlaşdırır və təsir gücünü daha da artırır. Artıq ortada hansısa vasitəçilik, hansısa diplomatik səy tədricən çox ucuz bir sistematikaya çevrilməkdədir və nəticə etibarilə təbii ki, münaqişənin miqyası da genişləndikcə, əhatə dairəsi də genişləndikcə vəziyyət daha dözülməz və daha qeyri-insani nəticələrə gətirib çıxaran situasiya aparır. Eyni zamanda Hörmüz boğazının bağlanması, ətraf ölkələrin oradakı bazalarla bərabər mülki obyektlərin, mülki insanların hədəf alınması bu təbii ki, prosesləri bir mənalı şəkildə daha da çıxılmaz bir dalana aparıb çıxarır və bu əlbəttə dünya bazarında enerji qiymətlərinə bir mənalı şəkildə təsir edir, nəqliyyat trayektoriyasına bir mənalı şəkildə, logistika imkanlarına təsir edir. Bəli, neftin qiymətləri bahalaşır, əlbəttə ki, neft istehsal edən ölkələr üçün bu bir növ yaxşı sayıla bilərdi, amma nəzərə alaq ki, daşıma xərclərinin də artması, qiymətlərin eyni zamanda istehlak qiymətlərinin artması, bunlar hamısı aşağı-yuxarı hesablayanda ümumilikdə müsbət heç nə vəd etmir. Bu mənada təbii ki, təsirlər qaçılmaz olar Azərbaycanın dünya bazarlarının, həmçinin necə ki, dünya siyasi arenasının, eləcə də dünya bazarının məsuliyyətli bir üzvü kimi məhsul istehsal edən əsas yük daşıyan üzvlərindən biri kimi təbii ki, proseslərdən təsirlənməməsi mümkün deyil. Amma nəzərə alaq ki, bir daha deyirik, Azərbaycanın müstəqil xarici, daxili siyasəti, eyni zamanda zamanında həyata keçirilən daxili siyasət, məsələn, qeyri-hökumət təşkilatları sahəsində şəffaflaşdırmanın həyata keçirilməsi bugün Azərbaycan cəmiyyətinin hansısa münaqişə tərəfi kimi çıxış etməsinə təşviq edə biləcək amilləri sıradan çıxarıb. Azərbaycan vətəndaşı Azərbaycan dövlətinin yanındadır. Eyni zamanda zamanında sərhədlərin bağlanması, Azərbaycanın quru sərhədlərinin bağlanması Azərbaycanı bir çox təhdidlərdən xilas edir və nəticə etibarilə bugün Almaniyanın kanslerinin, eyni zamanda xatırlayırsınızsa, Azərbaycan ərazisinə, Naxçıvana dron hücumları olarkən dünyanın 70-ə yaxın dövlətinin birbaşa mövqeyini dərhal biz açıq bəyanatlar şəklində, aralarında böyük yediliyin üzvləri də daxil olmaqla mövqeyini eşitdik. Azərbaycan prezidentinə müraciətlərini, zənglərini gördük. Bütün bunlar həm də onu deməyə əsas verir ki, Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyində, eyni zamanda Avropanın dolayısıyla milli və siyasi təhlükəsizliyində rol alan bir dövlət kimi Cənubi Qafqazda, xüsusən Azərbaycanın timsalında Cənubi Qafqazda sabitliyin, infrastrukturun zərər görməməsinin əlbəttə ki, Avropa bir mənalı şəkildə tərəfdarıdır.
Bu mənada əlbəttə proseslər Azərbaycandan yan keçmir. Əlbəttə ki, Azərbaycanı da əgər lazımı zamanında addımlar atılmasaydı, çox vektorlu xarici siyasət kursu qorunmasaydı, Azərbaycanı da hansısa formada münaqişəyə sürüklənmiş olaraq görə bilərdik. Cənubi Qafqaz həmişə çox zəif bənd olub. Məhz Azərbaycan prezidentinin hərbi siyasi qələbələri, Ermənistan-Azərbaycan arasında sülh prosesinə başlanması və sənədin, sazişin paraflanması ilə de facto sülh dövrünə qədəm qoyması Azərbaycanı Cənubi Qafqazı o çatlama nöqtəsi olmaqdan, qırılma nöqtəsi olmaqdan xilas edib və bu gün münaqişə Qafqazda da ola bilərdi. Bu mənada hesab edirəm ki, biz indiyə qədər atılan addımlarla münaqişədən ən az zərər çəkən coğrafiya ölkəsi olmaqla hansısa formada bugün özümüzü sığortalaya bilmişik. Hocam, bu sığortalama məsələsi kifayət vacib bir məqam idi. Siz buna toxundunuz. Sanki Azərbaycan prezidentinin rəhbərliyindən həyata keçirilən o xarici siyasət doktrinası, xarici siyasətimiz bizi mühafizə edir, o proseslərdən kənarda saxlayır sanki. Belə siz bir qədər öncə qeyd etdiniz, Naxçıvana dron hücumu ilə bağlı ölkə başçısının kifayət sərt mövqeyi oldu və bu proses Azərbaycanı bu proseslərdən sanki bir kənarda saxlayan bir hal almaya başladı. Bax, bu baxımdan qiymətləndirsək gedişatı. Bilirsiniz, Azərbaycanın ən böyük bugün siyasi üstünlüyü Azərbaycanın həm siyasi, həm iqtisadi cəhətdən müstəqil olmasıdır. Azərbaycan dövlətinə isə birmənalı milli iradənin təmsil olunduğu siyasi qüvvə tərəfindən rəhbərlik edilməsidir. Bu çox şey həll edir. Bilirsiniz, Azərbaycanda adı çəkilən ölkələrin biri meyilli, İsrail meyilli, Amerika meyilli, İran meyilli, milli iradəni ifadə etməyən, milli kəsimin yalnız bir qisminin iradəsini ifadə edən hansı iqtidar hakimiyyətdə olsaydı, biz birmənalı şəkildə bugün müharibənin tərəfi olmağa məhkum idik. Həmçinin Cənab İlham Əliyev o siyasi, iqtisadi müstəqillikdən, hərbi siyasi gücdən qaynaqlanan qətiyyətlə zamanında neytral mövqe tutması, yəni beynəlxalq hüququn aliliyini daha çox rəhbər tutması, Azərbaycan ərazilərindən hər hansı dövlətə, qonşu dövlətə qarşı, digər dövlətə qarşı istifadə ediləcəyinə imkan verməyəcəyini bir mənalı bəyan etməsi, biz pərdə arxası məqamları görmürük. Çoxları ilə hansı dövlətlərlə Azərbaycan prezidenti bu məsələdə ciddi qarşı-qarşıya gəlib, çoxlarının xəbəri yoxdur. Qəti iradə nümayiş olunması çox saylı təzyiq təsir cəhdlərinə baxmayaraq. Azərbaycanı bugün o münaqişələrdən kənarda saxlayıb və bugün Azərbaycanda əvvəldən reallaşan elə bir layihə yoxdur. İstər daşımalarla bağlı, istər enerji ötürülməsi ilə bağlı, istər Azərbaycan daxilində həyata keçirilən layihələrlə bağlı hansısa formada axsasın. Biz Vətən müharibəsində də, antiterror tədbirlərində də, özümüz müharibə iştirakçısı olanda belə bu layihələr heç bir formada gecikmədi, heç bir formada daşımalar ləngimədi. Azərbaycan beynəlxalq birliyin çox məsuliyyətli üzvü olduğunu bir daha nümayiş etdirdi. Tovuzda döyüşlər gedirdi, amma yaxından keçən, xatırlayırsınız, Bakı-Tiflis, Qars, Bakı-Tiflis, Ceyhan, bu xətlərin eyni zamanda dəmir yol xətti, həmçinin qaz, neft, borular, bunların heç biri hansısa formada zədə almadı. Ən yüksək şəkildə mühafizə olundu və Azərbaycan dövləti öhdəliklərini bazar iştirakçısı olaraq, həm də beynəlxalq təhlükəsizliyin, enerji təhlükəsizliyinin önəmli, məsuliyyətli üzvü kimi, təminatçılarından biri kimi öz öhdəliklərini yerinə getirdi. Bu dəfə də əlbəttə münaqişənin xarakteri kifayət qədər mürəkkəbdir. Həmçinin münaqişənin əhatə dairəsi hər an genişlənə bilər. Naxçıvana dron hücumları da göstərdi ki, hər an bu münaqişə Azərbaycanı öz ağuşuna ala bilər. İstəsək də, istəməsək də, amma Azərbaycanda həyata keçirilən lazımi, atılan lazım addımları zamanında, uzaq görənliklə, çoxlarının əl uzadıb gülümsəməklə baxa biləcəyi, hansı ki, Azərbaycandan bu kimi göstəriciləri onlar gözləmirdilər. Amma nəticə etibarilə Cənab İlham Əliyev göstərdi ki, doğrudan da nəinki Azərbaycan üçün, bütövlükdə bölgə üçün nəyi, nə zaman, necə edəcəyini bilir. Xatırlayırsınız, Azərbaycan quru sərhədlərini bağlı saxlayanda AXC müsavat ünsürləri Nazirlər Kabinetinin qarşısında aksiyalar keçirirdilər. Quru sərhədləri niyə bağlı saxlanır? Bugün hansısa formada yarana biləcək təhdidə görə onların hamısı çağırılıb sorğulanmalıdır. Siz hansı dövrə, nəyə hazırlaşırdınız? Nə üçün hazırlıq görürdünüz? Bunlar hamısı hesab edirəm hüquq mühafizə orqanlarının, Azərbaycan prokurorluğu orqanlarının araşdırmalı məsələləridir. Dövlət Təhlükəsizlik Xidmətinin araşdıracağı məsələlərdir ki, siz nəyə hazırlıq görürdünüz? Amma Azərbaycan prezidentinin qətiyyəti, Azərbaycan dövlətinin milli maraqları rəhbər tutması
bugün göstərir ki, əgər quru sərhədlər açıq olsaydı, istər Rusiya-Ukrayna münaqişəsi fonunda, istər İran, Amerika-İsrail münaqişəsi fonunda Azərbaycana hansı təhdidlər gələ bilərdi? Bu təhdidlərin ən yüngülü qaçqın selidir. Bu hələ ən yüngülüdür. Təbii. Təsəvvür edin, hansı ideoloji əsaslar axa bilərdi? Azərbaycan daxildən necə qarışdırıla bilərdi? Çox mürəkkəb bir zamandır. Bu mənada hesab edirəm ki, əlbəttə lazım addımlar həyata keçirilməyə cəhdlər edildi. Çox saylı cəhdlər olundu. Azərbaycan xüsusi xidmət orqanlarının, Azərbaycan daxili işlər orqanlarının zamanında həyata keçirdiyi addiyyat addımlar, möhtərəm prezidentin irəli sürdüyü konfigurasiyanı, prioritetləri rəhbər tutmaqla atılan addımlar, əlbəttə burada çox saylı kəşfiyyat orqanlarının, xarici kəşfiyyat orqanlarının da planını pozdu, sui-qəsd cəhdlərinin qarşısı alındı, səfirliklərin dağıdılması ilə bağlı cəhdlərin qarşısı alındı. Bütöv bir xatırlayırsınızsa, Qərbin kəşfiyyat şəbəkəsi çökdürüldü. Yəni kifayət qədər ciddi addımlar atılıb, sərhədlərimiz kifayət qədər möhkəmləndirilib, möhkəmdir, amma nəzərə alaq, Azərbaycan sərhəddinin də, Azərbaycan müdafiə qabiliyyətinin də imkanları qalib gəldiyimiz vətən müharibəsindən, qalib gəldiyimiz antiterror tədbirlərindən qat-qat daha güclüdür. Və bu mənada əlbəttə ki, biz təhdidlərə heç vaxt dırnaq arası baxmırıq. Təhdid bizim üçün həmişə təhdiddir. Həmişə biz ətrafımızı güclü hesab edirik və həmin gücə münasib də inkişafımızı təmin edirik. Və bu Azərbaycanın, yəni laqeyd yanaşmamaq, milli təhlükəsizliyə, milli maraqların hərbi, siyasi aspektdən qorunmasına kifayət qədər ciddi yanaşırıq və bu da Azərbaycanın öz prinsipial qətiyyətli mövqeyinin belə deyək, qorunması ilə nəticələnir, milli maraqların qorunması ilə nəticələnir. Hocam, bu mümkün təsirlərdən biz danışarkən hökmən Cənubi Qafqazdakı o sülhün formalaşdırılması, sülhün gətirilməsi baxımından da bir baxış etməlidir. Çünki əslində Azərbaycan vətən müharibəsində qələbə, antiterror tədbirləri ilə əldə etdiyi o möhtəşəm zəfərlə regionda o kənar qüvvələrin təsir çatlarını neytrallaşdırmaqla bugünkü o təhlükəsiz çətini formalaşdıra bilib deyə düşünürəm mən. Bax, bu prizmadan baxdıqda, yəni Cənubi Qafqazda mövcud olan sülh mühiti, bax, o təsirləri nə qədər azaldır? Tamamilə doğru aspektə vurğunu edirsiniz. Həqiqətən də Azərbaycan üzərində tarixən ən böyük rıçaqlar, qarşılıqlı milli zəminə salınmış münaqişələr olub, separatizm cəhdləri olub. Xüsusən müstəqillik dövründə separatizm cəhdi, elə qonşu dövlətlərin bəzilərinin də dəstəklədiyi separatizm Azərbaycan üzərində ən böyük təsir rıçaq olub. Cənab İlham Əliyevin ən böyük tarix xidmətlərindən biri məhz o separatizm ocağının silinməsidir. Bilirsiniz, bölgəyə sülh gətirmək asan məsələ deyil. Bölgədə hansısa münaqişəni başa çatdırmaq asan məsələ deyil. Çünki Azərbaycanla Ermənistan arasında olan müharibə iki dövlətin iradəsindən asılı olan məsələ deyildir. Bəli, bizim iradəmiz özümüzdədir. Amma Ermənistan özü müstəqil iradə sahibi deyil ki, müharibə başlasın və yaxud müharibə başa çatdırsın. Ona görə də Cənab İlham Əliyevin hərbi siyasi güclə təşəbbüsləri ələ alması bugünkü real sülhə gətirib çıxardı və bugün əlbəttə ki, Cənubi Qafqazda əgər sülh yoxdursa, hansısa dırnaqarası vasitəçi missiyasına da ehtiyac yoxdur. Kimlərinsə bura mühafizəçi qismində gəlməsinə ehtiyac yoxdur. Cənab İlham Əliyev bütövlükdə Azərbaycanı yox, bütövlükdə Cənubi Qafqazı bax, bu təsir uşaqlarından xilas eləyə bilib və nəticə itibarilə bugün Qafqazda sülhdür. Mən digər tərəfdən elə verilişin əvvəlində qeyd elədim. Bugün İranın ali dini lideri artıq məhv edilib. Larijani ikinci şəxs məhv edilib. Sepahın elə bir komandiri, üzdə olan komandiri yoxdur ki, o cümlədən bəsiş qüvvələrinin rəhbəri məhv edildi. Bunlar hamısı nəyi göstərir? Bunlar göstərir ki, münaqişə dərinləşdikcə dərinləşir və bir daha deyirəm, nə qədər primitiv səslənsə də artıq danışıq aparacaq adam qalmayıb. Hətta Körfəzdəki o vəziyyəti də bura əlavə etsək, gərgin vəziyyət gərginləşir. Belə bir şəraitdə, o cümlədən Amerika-Venezuela münasibətlərini, Pakistan-Əfqanistan münasibətlərini, Rusiya-Ukrayna münasibətlərini, o cümlədən axır vaxtlar bilirsiniz Ukrayna ilə Macarıstan arasında münasibət. Bunlar hamısı getdikcə gərginləşir. Kubanı əlavə edə bilərik. Bəli, kifayət qədər çox saylı nümunələr var və indiki məqamda dünya sülh formuluna sözün əsl mənasında ehtiyac duyur. Bunun formulunu əslində ölkə başçı qlobal forumdakı çıxışı ilə bir çox aspektlərlə, hətta belə deyim də sıralayaraq qeyd etdi. Çox doğru vurğuluyursunuz, bəli. Bugün dünyada istər separatizmlə mübarizədə, istər münaqişələrə son qoyulmasında, istərsə də sülh yaratma prosesində Cənab İlham Əliyevin ortaya qoyduğu formulun alternativi yoxdur. Bilirsiniz, biz özümüz deyib özümüz eşitmirik, özümüzü tərifləmirik. Reallıq 30 il davam edən qanlı münaqişə var idi. Bu münaqişə separatizmlə müşahidə müşahidə olunurdu. Eyni zamanda bu münaqişə çox saylı soyqırımlara, Xocalı, Ballıqaya, Qaradağlı saymaq olar en sayda.
Gəncənin gecə vaxt mülki insanların raket atəşinə tutulması, Tərtərin, Bərdənin kasetli bombalarla atəşə tutulması, bu kimi müharibə cinayətləri var idimi? Var idi. Amma buna baxmayaraq, münaqişəyə cənab İlham Əliyev son qoya bildimi? Qoydu. Bax, budur formul. Yəni, bugün dünya münaqişəni sülhlə əvəz edə biləcək liderlərin doğrudan da qətiyyətli rəhbərliyinə ehtiyac duyur. Müharibə Azərbaycanın gücü də, imkanları da var idi ki, ta Türkiyə sərhədlərinə qədər geçsin Ermənistan ərazisində. Donald Trump özü müşaviri vasitəsilə də açıq ifadə elədi, özü də ifadə elədi. Azərbaycan prezidentinə sual vermişlər ki, niyə dayandı? Amma Azərbaycan prezidentinin zamanında müdrik addım atıb müharibəni dayandırması, beynəlxalq hüquqa hörmətlə yanaşması, baxmayaraq ki, sərhədlərimiz bizim şərti idi. O şərti sərhədlərə belə beynəlxalq hüquq amilində hörmətlə yanaşması bugün Cənubi Qafqazda artıq sülh gətirib. Yəni, bir lider, bir dövlət başçısı, eyni zamanda qlobal miqyasda liderliyə iddialı olan hər hansı şəxs harada dayanacağını bilməlidir. Azərbaycan bununla bağlı çox yaxşı nümunə göstərdi. Amma baxın, bugün nə İran ətrafında, nə Rusiya-Ukrayna münaqişəsi fonunda, nə digər coğrafiyalarda dayana bilən, dura bilən, münaqişənin əsl mahiyyətini başa düşə bilən biz liderlərə təəssüf ki, rast gəlmirik. Və cənab İlham Əliyev elə forumda da, 13-cü Bakı Qlobal Forumunda da ifadə elədi. Ardıcılığı qeyd etdi, sülhə bizi hansı yol apardı, bugün Cənubi Qafqazda vəziyyət necədir? Əslində, burada ifadə elədi ki, biz müharibəni də, sülhü də görmüş ölkəyik. Müharibə dövlətlərə hansı zərbə vurur, praktik olaraq biz yaşamışıq. Eyni zamanda sülh hansı nəticələrə gətirib çıxarır. Biz 6 il əvvəl Ermənistanla düşmən idik. Eyni zamanda təbii ki, biz bugün də bizə vurulan zərbələrin, Azərbaycan xalqının mənafelərini, Azərbaycan vətəndaşlarına qarşı edilən cinayətləri unutmaq niyyətində deyilik. Amma həm də o cinayətlərin fonunda da yaşamaq niyyətində deyilik. Əslində, Bəzən bir əlavə bir fikir də söyləmək istəyirəm. Yəni, ölkə başçısı bizə edilənləri heç vaxt unutmamalıyıq. Qeydi ilə irəliyə baxan bir liderdir. Və sülhü Cənubi Qafqaza gətirən liderdir və bugünkü o gərginlik ocaqları, baş verən proseslər fonunda Cənubi Qafqaz sabit bir regiondur. Artıq qeyd etdiyimiz nəqliyyat dəhlizləri, digər məsələlər, artıq enerji təhlükəsinin təmin olunması məsələsində kifayət qədər ardıcıl və qətiyyətli addımlar atmaqdadır. Bax, bilirsiniz, nəticələr nəzəri əsaslardan ibarət deyil. Nəticələr praktik yaşananlardır və praktika əgər müsbət bir ab-hava yarada bilirsə, müsbət nəticələr verirsə, yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur. Yeni sülh formulu axtarmağa ehtiyac yoxdur. Ortada cənab İlham Əliyevin yaratdığı bir reallıq var. Bu reallıq Cənubi Qafqaza böyük düşmənçiliyin ardından sülh gətiribmi? Gətirib. Cəmi 3 il əvvəl antiterror tədbirləri həyata keçirilib. 5 il yarım əvvəl bölgədə böyük bir müharibə olub. 44 gün. Cənab İlham Əliyevin sayəsində o 44 gün davam etdi. Bu illərlə uzana biləcək potensiala malik qanlı müharibə idi. Bu sona çatıb və nəticə itibarilə bugün Azərbaycanla Ermənistan arasında ticarət varmı? Bax, nəticə budur. Və eyni zamanda kağız üzərində olmayan sülhdən danışırıq. Tam mənada bugün real sülhdən danışırıq. Azərbaycan bugün artıq Ermənistanın milli təhlükəsizliyində tədricən rol almağa başlayıb. Bax, bu reallıqdan danışırıq və milli təhlükəsizliyində rol aldığı ölkənin gələcəkdə Ermənistan da, erməni cəmiyyəti də tədricən Azərbaycanın güclü olmasında maraqlı olacaq. Çünki çörəyi, suyu, daşımaları yanacaq Azərbaycanın üzərindən gələn bir ölkə əvvəlki o yardımlar hesabına yaşayan ölkədən çox fərqli olacaq. Ermənistan nəhayət Azərbaycan sayəsində müstəqil suveren dövlət ola biləcək imkanlara malikdir və buna görə də artıq tədricən Ermənistan hakimiyyətinin, Ermənistan cəmiyyətində müəyyən dairələrin tədricən bunu görməsi sevindirici haldır və bu da bir daha deyirik. Cənab İlham Əliyevin yaratdığı konfigür görüşlər və s. bu görüşlərin xarakteri, telefon danışıqlarının xarakteri əslində bax bu real nəticələrə əsaslanan bir formatdır. Hocam, mən sizə təşəkkür edirəm. Təbii ki, bizim üçün ayrılan vaxt çərçivəsində söhbət edirik. Kifayət qədər maraqlı bir fikirə səsləndirdiniz. Bu mövzunu saatlarla davam etdirmək üçün kifayət qədər vacib məqamlar var idi. Sağ olun, gəldiniz üçün bir daha minnətdarım. Hörmətli tamaşaçılar, yayımız başa çatır. Xatırladım ki, həm söhbətin Milli Məclisin deputatı Bəhruz Məhərrəmov idi. Sağ olun, sağlıqla qalın.